Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Əziz Xural TV-nin və Səda TV-nin izləyiciləri, biz bir müddət öncə Nağıyev Zahid Həsənoğlu ilə, illərin doktoru ilə Bakı şəhərində, bu Ağ şəhərdə başına gələn problemlərdən danışdıq, müraciət elədik. Çox təəssüflər olsun ki, bugünə kimi heç bir nəticə əldə olunmayıb. Biz yenidən buradan doktoru dinləyəcəyik. Doktorun əlində kifayət qədər arqumentləri var, faktları var. Təkrar buradan biz bu Ağ şəhərdə doktorun başına gələnləri müzakirə edəcəyik. Belə, doktor buyurun. Keçən dəfəki verilişdən sonra heç bir hadisə baş verməyib. Ümumiyyətlə, neçə illərdir, 2017-ci ildən bu proses, bununla bağlı olan proses davam edir və bu işdə maraqlı tərəflər var. Və bu işin şişirdilməsində, büyüdülməsində, geniş yayılmasında maraqlı tərəflər var. Mənim bugünkü sözüm hörmətli cənab prezidentimiz İlham Əliyevədir. Cənab prezident, siz hamıdan gözəl bilirsiniz ki, tarixdən də yaxşı məlumatlısınız ki, həmişə rəhbərlərin ətrafında oturan, küllü miqdarda vəsait toplayan adamlar həmişə prezidentlər üçün, dövlət başçıları üçün təhlükə yaradıb. Bu günləri gördüyünüz kimi, əgər insanlar arasında böyük narazılıqlar varsa, şikayətləri varsa, bu dövlət qurumlarının hamısı məkirli, məqsədli əməllərinin nəticəsidir. Bunun üçün heç arayıb araşdırmağa dəyməz. Deməli, prezident administrasiyasının vətəndaşları qəbul şöbəsi var. Elə bir də ora müraciət edən şəxslərin siyasətine baxsınız hər gün. Görürsünüz ki, dövlət qurumlarının vətəndaşları olan münasibəti nə səviyyədədir? Hər bir rayonda icra başçılarının böyük bir komandası var. Cəmiyyətlə işləyir, xalqla işləyir. Nazirliklərin böyük, nəhəng potensialı var əhalilə işləmək üçün. Ancaq şikayətlərin sayısı getdikcə genişlənir. Niyə? Bu qurumlarda oturan adamların vətəndaşlarla işləmək səviyyəsi yoxdur. Nəsə bacarmırlar? Xeyr, bacarırlar. Bunlar məqsədli sürətdə ölkədə narazılıq yaradırlar. Narazılıq da yaratmaq nə deməkdir? Vətəndaş, adi adamlardan, adi vətəndaşlardan sizə heç bir təhlükə yoxdur. Sizə və ümumiyyətlə aidiyyatı dövlət rəhbərlərinin heç bir təhlükə yoxdur. Bu günləri kimlərsə haradasa danışırsa, sosial şəbəkələrdə, ictimai yerlərdə bunun əsas səbəbi sizin ətrafınızda sizi sevməyən, sizi istəməyən, sizlə xalq arasında uçurum yaratmağa çalışan adamlardılar. Mən aciz bir misal göstərim sizə. Deməli, 2006-cı ildə siz gözəl bir tədbirin əsasını qoydunuz və icra etdiniz. Nə idi o tədbir? Hamıya məlumdur tarixdən. Qara şəhər necə əmələ gəlib? Qara şəhər ümumiyyətlə 1967-ci ildən BMT-nin çirklənmiş şəhərlər sırasında birinci yerlərdən birini tuturdu. Bu, həm bizim ölkəmiz üçün böyük bir mənfi göstərici idi, həm də əhalinin sağlamlığına ziyan verən bir nəhəng bir amil idi. Bu öndərimiz hələ bu məsələdən ötürü dəfələrlə təşəbbüs göstərmişdi, ancaq ölkəmizin iqtisadi vəziyyəti o vəziyyət deyil. İmkan vermirdi ki, bu tədbir yerinə yetirilsin. Sağ olun, var olun, Allah canınızı salamat eləsin. Siz artıq 2006-cı ildə 28 sentyabrda deməli 1697 nömrəli sərəncamı imzaladınız və Nazirlər Kabinetində göstəriş verdiniz ki, Ağ şəhərin, Qara şəhərin Ağ şəhərlə çevrilməsi üçün lazım olan bütün kompleks tədbirlərin icrasını yerinə yetirsin. Bu icra olundu. Bu tamamilə icra olundu. Deməli, 2011-ci ildə bu plan nə idi bu işin? Azərbaycan Respublikasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planının
təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı var. 1697 nömrəli sərəncam bu sərəncamdır. Bu 2011-ci ildə. Bu 2006-cı ildə Bu sərəncam. 2006-cı ilin Cənab Prezidentin sərəncamıdır. Bəli. 2006-cı ildə oldu və 2007-ci ildə bu sərəncamın icrasına başlanıldı. 2007-də başlandı bu. Bəli. Deməli bu planın bir hissəsi də Xətai rayonunda Qara şəhərə aid idi. Xətai rayonunda yerləşən Qara şəhərə aid idi. Buradakı işi görmək üçün Bakı şəhər İcra Hakimiyyəti ADEC Azərbaycan İnkişaf Şirkəti ilə xüsusi razılaşma apardılar və buna aid də bir sərəncam imzalandı. 11 iyun 2007-ci il 262 nömrəli sərəncam. Bakı şəhər İcra Hakimiyyətinin başçısının sərəncamı. Bu sərəncamda deməli mən çox səni vaxt uzatmamaq istəmirəm. Buyur doktor, buyur. Bu istəmirəm. Deməli həmin sərəncamın 1.2 bəndində qeyd edilir. Ərazidə yerləşən, ərazi də hansı ərazidir? Demək Xətai rayonu Babək prospekti, Yavər Əliyev küçəsi, Nobel prospekti və Xəqani Rüstəmov küçələrinin əhatə etdiyi məhəllələrdə Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən ərazidə yeni yaşayış binalarının və ictimai obyektlər massivinin layihələşdirilməsi və tikintisinə ADEC Azərbaycan İnkişaf Şirkətinə icazə verilsin. ADEC icazə verilsin. Bəli, ADEC Azərbaycan İnkişaf Şirkətinə icazə verilib, həvalə edildi. Artıq bu iş ona tapşırıldı. Deməli 1.2-ci maddəsində göstərilir. Ərazidə yerləşən, yəni sadaladığım ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi müvafiq qanunvericiliyə əsasən ADEC Azərbaycan İnkişaf Şirkəti tərəfindən həll edilsin. Deməli bu məsələni bu şirkət həyata keçirsin. Bu şirkətdə yazılmayıb ki, insanların, bu sərəncamda yazılmayıb ki, insanların burada mülkləri əlindən alınsın, özü də küçüyə atılsın. Belə bir şey yoxdur. Sadəcə olaraq bu planın mahiyyətində o dayanırdı ki, bax, sadəcə mən öz sözümlə demirəm. Bu plan demək icra olundu 2010-cu ildə. 2011-ci ildə 24 dekabr 2011-ci ilin 24 dekabrında Cənab Prezident birinci xanımla bir yerdə bu Ağşəhərin təməl qoyma mərasimi keçirdi. Deməli plan, proqram, həmin o ekoloji və yaşlaşma dairəsinin plan 2006-2011-ci illər, 10-cu illəri əhatə edən plan icra olundu. 5 illik proqram həyata keçirildi. Keçiriləndən sonra Cənab Prezident gəlib Ağşəhərin təməl qoyma mərasimi keçirdi. 2011-ci ildə. 2011-ci ildə. 2010-cu ildə plan icra olundu. Bəli. Bir il hazırlıq tədbirləri görüldü. Tam həmin ərazi, belə deyək, əhali köçürüldü. Sonra bütün torpaq 9-11 metr dərinliyində çirkli torpaq daşındı. Təmiz torpaqla aynı rekonstruksiya olundu və Cənab Prezident həmin təmiz torpağın üzərində Ağşəhərin təməl qoyma mərasimi keçirdi. Orada Cənab Prezident sizin çıxışınızdan bir bəndi mən burada qeyd etmək istəyirəm. Bu mənim çıxışım yox, sizin çıxışınızdır. Prezidentin çıxışı. Bəli. Burada yazılır ki, öz maddi imkanlarını yaxşılaşdırmaq üçün orada müəyyən qurumlar və kənar şəxslər Ağşəhərin yerini, torpağı çirkləndirmişdilər. Burada siz qeyd edirsiniz ki, ancaq şəhərimizin ekoloji vəziyyətinə çox böyük zərbələr vurulmuşdur. Ekoloji normalara riayət etmədən neft əməliyyatlarının aparılması nəticəsində bura Qara şəhərə çevrildi. İndi bu ərazini təmizləmək üçün nə qədər böyük səylər göstərilir. Bir neçə metr dərinlikdə neft tulantıları çıxarıldı. Ekoloji tədbirlər görüldü. Bu sizin o vaxtı təməl qoyma mərasimində çıxışdır. Bəli, çıxışın bir hissəsidir. Burada da siz qeyd edirsiniz ki, yəni həmin plan icra olundu. Tamam. Demək biz oradan köçürüldük, əhali oradan köçürüldü, torpaq təmizləndi.
Çünki əhali orada qala bilməz. Torpaq təmizlənibsə, orada əhali qala bilməz. Bu tamamilə belə. Deməli, bu işi də 262 nömrə Bakı şəhər İcra Hakimiyyətinin 11 iyun 2007-ci il tarixi 262 nömrə sərəncamı ilə ADEC Azərbaycan İnkişaf Şirkəti icra etdi. Burada heç bir şübhə yeri qalmır. Yəni, ADEC Azərbaycan İnkişaf Şirkətinə bu işin həvalə olunması Azərbaycan Respublika İqtisadiyyat Nazirliyi deməli 3 iyun 2020-ci il 55.05/2021 nömrəli bildirişində də, əhali olan bildirişində də, həm də Bakı şəhər İcra Hakimiyyətinə ADEC Azərbaycan İnkişaf Şirkətinə ünvanladığı bildirişdə göstərilirdi. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 2007-ci il 11 iyun tarixli 262 sayılı sərəncamına uyğun olaraq Xətai rayonunun Bəx sadaladığım ərazidə deməli ADEC Azərbaycan İnkişaf Şirkətinə icazə verilmişdir. Burada nə icazə verilmişdir? Ərazidə yeni yaşayış binaları, ictimai obyektlər massivinin layihələşdirilməsi, tikinti işlərinin aparılması, əhalinin köçürülməsi, demək, vəsaitin ödənilməsi ADEC Azərbaycan İnkişaf Şirkətinə həvalə edilir. Bütün işlər ADEC-ə həvalə olunur. Bunu mən yox, adi bir nazirlik də yox, İqtisadiyyat Nazirliyi bunu qeyd edir. Nazir rəsmən qeyd edir. Nazir rəsmən qeyd edir. Bunu təsdiq edir ki, ADEC Azərbaycan İnkişaf Şirkətinə tapşırılıb. Sonra Maliyyə Nazirliyi də belə bir deməli, vətəndaşları qəbul edərkən sizin köməkçinizin Mövsümov da onun familiyası. Bəli, səhv edirəmsə. İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasəti şöbəsinin müdiri. Köməkçisi ilə görüşəndə, biz vətəndaşlarla bir yerdə orada görüşəndən sonra Maliyyə Nazirliyinə göstəriş verdi, xahiş elədi, bilmirəm. Maliyyə Nazirliyi cənab Samir Şərifov bizi qəbul etdi. Qəbul edəndə o belə bir şey qeyd elədi ki, 29 iyun 2022-ci il deməli 1.1-2-2022-38-10 nömrəli vətəndaşlara müraciətində qeyd edir. Qəbul zamanı müəyyən edilmişdir ki, Elçin Əhmədov və nümayəndəsi olduğu 15 nəfər sakinin yaşayış evləri ADEC Azərbaycan İnkişaf Şirkətinə Ağşəhər layihəsinin inşası üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən ayrılmış əraziyə düşdüyündən ADEC-in cəlb etdiyi investorlar tərəfindən söküntü ərazisinə düşən evlər üçün ödəniləcək kompensasiyaların məbləği sakinlərə razılaşdırılmaqla investorların vəsaiti hesabına ödənilməlidir. Sakinlərlə razılaşdırılandan sonra. Göründüyü kimi, bu Maliyyə Naziri cənab Samir Şərifovun ifadələri. Sabiq nazir, bəli. Göründüyü kimi, yuxarıda göstərilən ərazidən əhalinin köçürülməsi dövlət vəsaiti hesabına deyil, investorlar tərəfindən onların vəsaitləri hesabına həyata keçirilmişdir. Belə olan halda isə dövlətin, o cümlədən Maliyyə Nazirlərinin bu işlərə müdaxilə etməsi mümkünsüzdür. Dövlətin, bir də təkrarım, dövlətin. Yalnız bunu həmən şirkət həyata keçirdə bilər. Həmin şirkət, yəni dövlət də, Xətai rayon İcra Hakimiyyəti də dövlət olduğuna görə onun müdaxiləsi, Maliyyə Nazirliyinin oraya vəsait ayrılması mümkün deyil. Mümkünsüzdür. Maliyyə Nazirliyi pul ayırmırsa, nətər bu işi görmək olar? Xətai rayon İcra Hakimiyyəti ilə bu işə müdaxilə edə bilər. Yuxarıda göstərilənləri, belə sözü gələn ərazidə obyektlərin satın alınması üçün dövlət büdcəsindən vəsaitin ayrılmamasını, yəni bu işlərin Ağşəhər layihəsinin icrası məqsədi ilə ADEC Azərbaycan İnkişaf Şirkəti tərəfindən cəlb edilmiş investorların vasitəsilə həyata keçirildiyini nəzərə alaraq, Xətai rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin sakinlərə belə tövsiyənin verməsinin əsassız olduğunu və bunun da vətəndaşları narahat edən məsələlərlə vaxtında aydınlığın gətirilməməsinə səbəb olduğunu hesab edir.
Maliyyə Nazirliyi. Cənab Samir Şərifov bu ifadəni işlədir. Gələcəkdə belə hallara yol verilməməsi üçün tədbirlər görməsini xahiş edirik. Bu söhbət nədən gedir burada? Ondan gedir ki, Xətai rayon icra hakimiyyəti vətəndaşlara rəsmi surətdə məlumat verir ki, biz sizin evlərinizi Maliyyə Nazirliyinin ayırdığı vəsaitlə təmin edib köçürdürük sizi. Köçürtmə də normal köçürtmə də deyil, sadəcə onlara zor işlədir, zor tətbiq edirdilər. Öz üsulları ilə. Öz üsulları ilə. Və bir dənə də bilmirəm, mən görməmişim o adamı, qiymətləndirici o vaxt Özəl qiymətləndirmə. Özəl qiymətləndirici tapmışlar bir nəfəri. Deməli, onun bizim xəbərimiz olmadan o qiymətləndirib evləri. Güya Maliyyə Nazirliyi rəsmi sənədlər var, hamısı buradadır. Maliyyə Nazirliyi tövsiyə edib. Tövsiyə edib ondan. Maliyyə Nazirliyi deyir ki, mən tövsiyə eləməmişəm. Rəsmi surətdə. Mən isə o işə qarışmamışam, vəsait ayırmamışam. Deməli, Xətai rayon icra hakimiyyətinin başçıları keçmiş Razi Məmmədov, keçmiş də olsa bu gün də əli buradadır. Bu işin içindədir adam. Bəli. Rafiq Quliyev və indiki başçı Rafiq Quliyev sadəcə olaraq əhaliyə saxta informasiyalar verir, özü qorxmur da, rəsmi surətdə verir. Maliyyə Nazirliyi sizin əmlakınızı, nə bilim, satın alıb, sizə bu qədər pul ayırıb, bir şey eləyib. Mən tək deyirəm, bütün kollektiv, demək olar ki, Qaraşəhərdən köçürülən əhali ilə sorğu aparılsa, bu məsələ aydınlaşar. Demək, bu Xətai rayon icra hakimiyyətinin başçılarının, rəhbərliyinin məqsədi ondan ibarətdir ki, dövlətlə əhali arasında narazılıq yaratmaq. Bu məktubda da qeyd olunur. Cənab Samir Şərifov məktubunda da qeyd olunur. Bunların məqsədi ancaq əhali ilə xalq arasında. Əhali, xalq və prezident, dövlət arasında uçurum yaratmaq, narazılıq yaratmaqdır. Bunların məqsədi məlum məsələdir. Bunların külli miqdarda vəsaiti var, oğurluqdur, korrupsiya yolu ilə əldə olunub. Mətbuatda belə bir məlumat da getdi ki, Razi Məmmədov Sumqayıt şəhərində olan bir restoranda 235 milyona satır. Yəni bu günləri bu görünən tərəf. Bir də mən mətbuatda əldə elədim ki, onun 375 biraz astronomik rəqəmdir. Biraz inandırıcı mətbuatda getdi də bu. 375 binası var. Və orada da bir komendant təyin edib, oradan da bir obyekt kimi istifadə edir. Bu adam bilir ki, gec-tez, siz, cənab prezident, onun bu saxtakarlığını aşkar edib, ona qanuna uyğun şəkildə cəzalandıracaqsınız. Onun, Rafiq Quliyevin, bunların arxasında dayanan adamların bir məqsədi təbii ki, ortadadır. Təbii ortada. Bu cür adamlar ancaq sizi neytrallaşdırmaq üçün hər cür çirkab əməlləri əl atırlar. Bunlar bu ADEC Azərbaycan İnkişaf Şirkətinə həvalə olunması barəsində o işin həvalə olunmasının məhkəmə qərarı da var. Məhkəmə qərarında bir sərəncam da olmalı, ona da münasibət bildirəsiniz. Bu məhkəmə qərarı da təsdiq edir ki, bu işi yalnız bu şirkət həyata keçirə bilər. Bu şirkət icra olunmalıdır. ADEC. ADEC Azərbaycan İnkişaf Şirkəti bu məsələni həll etməlidir. Demək, 2013-cü ilin 10 iyun tarixli Bakı şəhər İcra Hakimiyyəti deməli, Hacıbala Abtalov belə 225 nömrəli bir sərəncam imzalar. Sərəncamın gedişindən görünür ki, bu Abtalov başçı, Bakı şəhər İcra Hakimiyyətinin başçısı bu sərəncamı təpki altında, təzyiq altında yazıb, qeyd edib, verib daha doğrusu sərəncamı. Bu sərəncamda nə göstərilir? Sərəncamda yazılır ki, 262 nömrəli sərəncamda göstərilən vəzifələr
225-13-cü ildə, 2007-ci ildə o həmin ərazidə, yəni Ağşəhərin yerində icra olunacaq işləri tapşırıb ADEC Azərbaycan İnkişaf Şirkətinə 2006-cı ildə Bakı şəhəri icra etmək 2007-ci ildə 262 nömrəli sərəncamla tapşırıb ADEC Azərbaycan İnkişaf Şirkətinə. 2007-də belə tapşırılıb. Belə tapşırılıb. O da icra. İkinci dəfə 2013-cü ildə. Bu hörmətli Acıbala Abutalı bu 7 ildən sonra bir sərəncam verir. Bir sərəncam verir. Həmin ərazidə 262 nömrəli sərəncamda göstərilən vəzifələri tapşırır Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədova. Möhtərəzədə Razim Məmmədov. Konkret Razim Məmmədova tapşırır. Konkret ünvan göstərir. Yəni buradan göstərir ki, Xətai rayon İcra Hakimiyyəti Razim Məmmədovdur. Bu işi sən icra eləməlisən. Əvvəl deyirlər şirkət eləməlidir. Şirkət elədi. Bəli. Təkrarən bu şirkət icra elədi. Mənim üçün şirkət icra elədi onu. İndi bu 213 nömrəli 2013-cü il tarixli 225 nömrəli sərəncamı Bakı şəhər icra hakimiyyəti həmin vəzifələri əhalinin oradan köçürülməsi, vəsaitin ödənilməsi, qanuna uyğun şəkildə bunu eləməsi, Razim Məmmədova ünvanlaması nədən xəbər verir? Bu əvvəla bu sərəncamın quruluşu qanuna uyğun şəkildə tərtib olunmayıb. Bu Azərbaycan Respublika Konstitusiyasının 149-cu maddələrinin prinsiplərinə tamamilə zidd olan bir şeydir. 213 nömrəli sərəncam tamamilə qanunsuzdur, əsassız, saxtadır və bununla bu sərəncam siz cənab prezidenti üzr istəyirəm ifadəmə, bunu mən burada işlətməməliyim, dəfələrlə sizə də məlumatlar göndərmişəm, köməkçilərinizin də bu işdən xəbəri var, Respublika Prokurorluğunun da bu işdən xəbəri var, Daxili İşlər Nazirliyinin də xəbəri var, bütün qurumların bu işdən xəbəri var. Bu 213 nömrəli, 225 saylı sərəncam onu göstərir ki, güya siz 2011-ci ildə danışdıqlarınız feyqdir və həmin planda icra olunmayıb. Bu bir fəlakətdir. Bu bir fəlakətdir. İcra başçısı prezidentin güya ki, o boyda tədbiri olmur. Bəli. Sərəncam bunu göstərir. Bu öz yerində, bu məsələni 225 nömrəli sərəncamı məhkəmələr dəfələrlə məhkəmə prosesində təsdiq ediblər ki, 225 nömrəli hüquqi aktı tamamilə qanuna uyğundur. Bu nəyi göstərir? Hətta bu az imiş kimi. Demək, Azərbaycan Respublikası adını Azərbaycan Respublikası Ali Məhkəməsinin qərardadır. İnzibati kollegiyası qərardat da çıxardı. 01-2022-ci il. Bəli. Orada Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyası Məmmədov Xəqani Səyyədoğlu'nun sədrliyi ilə. Bəli. Buna Xəqani müəllim də Ali Məhkəmədə İnzibati kollegiyanın sədridir. Burada həmin 225 sayılı sərəncama artıq məhkəmə tərəfindən hüquqi əsas verilir. Yaxşı, 262 nömrəli sərəncam nə oldu? 225 nömrəli sərəncamın Ali Məhkəmədə təsdiq olunması ondan xəbər verir ki, 262 nömrəli sərəncam icra olunmayıb, dövlət planı icra olunmayıb, dövlət proqramı icra olunmayıb, prezidentin də təməl qoyma mərasimi 2011-ci ildə təməl qoyma mərasimi kölgə altına düşüb. Bu 2013-cü ilə kimi olmuş işlərin hamısı düşür kölgə altına. Bəli, hamısı düşür kölgə altına. Bu artıq nəyinsə sübut olmağına, müstəntiqin, nə bilim, istintaqı işin aparılmasına ehtiyac yoxdur. Sadəcə olaraq Ali Məhkəmənin belə bir 225 nömrəli haqq verməsi, həyatı bir güc verməsi, həyatda təsdiq etməsi artıq
cənab prezident, bu dözülməz bir şeydir. Mən ona görə də bu çıxışımı istər-istəməz narahatçılığım olsa sizə çatdırmalıyam. Çox xahiş edirəm sizdən. Bir şey də qeyd edeyim. Deməli, biz o vaxtı kollektiv surətdə həmin o Qaraşəhər vətəndaşları biz Rafiq Quliyevin qəbulunda oldu. Dedik ki, axı Hazırki icra başçısının. Ona dedik ki, axı Maliyyə Nazirliyi cənab Samir Şərifov belə bir söz dedi. O dedi ki, cəmaətin dedi, onlar başqa, biz başqa. Yəni açıq-saçıq Samir Şərifov sizin tərəfinizdeydi. Cənab Nazir sizin tərəfinizdeydi. Və onların bu təpkisinə qarşı müqavimət göstərirdi ki, siz bu hərəkəti niyə edirsiniz dövlətə qarşı? Rafiq Quliyev orada deyir. Onlar başqa, biz başqa. Yəni dövlət başqa, cənab prezident, Samir Şərifov kimi adamlar və onlara münasib, onlarla bir dəstədə olan, sizin arxanızda dayanan, sizə dostluq edən, sədaqətli olan şəxslər başqa, Rafiq Quliyevin dəstəsi isə tamam başqa. Hətta bunun özünün dəstəsi var, bunu belə çıxır. Bəli, doğrudan da olar, bax, Samir Şərifov getdi istirahətə. İstirahətə getmək deyərlərdi ona. Samir Şərifovun Maliyyə Nazirliyindən, bilmirəm, nə vasitə ilə getdi. Uzaqlaşdırdı. Və Ali məhkəmədə də Samir Şərifov Maliyyə Nazirliyinin üstünə təpki gəldilər ki, sən kimsən ki 225 nömrəli sərəncama qarşı çıxırsan. Ali məhkəmənin qərardadında var. Bəli. Bu çox təhlükəli dəstədən söhbət gedir və mən hiss edirəm ki, bu adamlar sizə qarşı həm daxildə, həm xaricdə özlərinə bab, özlərinə layiq mübarizə aparırlar. Bu mübarizə mənimlə deyil, o mübarizə sizə qarşıdır. Siz mənim üçün dəyərlisiniz. Xahiş edirəm, Ağşəhərdə bugün tikilən evlərin hamısı qanunsuz tikili sayılır. Çünki buna əsasımız varmı? Var. 262 nömrəli sərəncamın, 262 nömrəli sərəncamın. Demək, 3-cü bəndində göstərilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinə uyğun olaraq sifarişçi daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin torpaq sahəsi üzərində hüququnu təsdiq edən çıxarış almalıdır. Bu günlər orada tikilən binaların, obyektlərin, sosial tikililərin altındakı torpaqlar özəlləşdirilməyib. Özəl mülkiyyət deyil. Sübut. Mənim əlimdə bir sayılı Bakı Ərazi İdarəsindən aldığım araç var. Mənim orada 2 torpağım mənim adımadır. 2 evim mənim adımadır. Orada qeydiyyatdasın. Və orada qeydiyyatdayım. Və hamı belə. Və bu necə olur ki, deməli, tikintidə təhlükəsizlik dövlət nəzarəti agentliyi hardasa kimsə bir balaca tövlə tikir, dam tikir. Onun üstünə gəldə icazəsidir. Bu hara baxır? Elə bu agentlik özü də bu şəbəkənin bir qanadıdır. Mənim sizdən bir xahişim var. Bu çirkabı, atılan çirkabı təmizləmək üçün bu məsələni kökündən həll edin. Çünki bu gələcəkdə sizin üçün xoşa gəlməz, arzu olunmaz bir... Doktor, kökündən etmək üçün neynəmək lazımdır? Kökündən bunu həll etmək üçün sadəcə olaraq cənab prezident etibar etdiyi, inandığı bir şəxsi ayırmalıdır ki, bu məsələni həll etsin. Cavabdehlər hamısı, günahkarlar hamısı qanuna uyğun cəzaları alınsın, cəza verilsin. Onların əlindəki bütün vəsaitlər, nə qədər vəsait toplayıblarsa, əllərindən alınsın və dövlətin büdcəsinə köçürülsün.
Bunların əlində pul qaldıqca, pul ağıllı insanı müdrik edir. Ağılsız insanları qudurdur. Arınlayırlar. Bunlar, cənab prezident, mən 10-cu sinifdə bir Hind kinona baxdım, orada bir şey var idi. Deyir ki, dadanmış, qudurmuşdan pisdir. Bunlar dadanıblar. Və siz bunları vəzifədən uzaqlaşdıranda elə bilirsiniz ki, onları neytrallaşdırdınız. Xeyr. Onların əlində küllü miqdarda vəsait var. Və sizə qarşı potensial və bu günləri aktiv şəkildə çevrilmiş hərəkətdədirlər. Bunların vəsaiti əlindən alınmayana qədər, bunlar öz qanuni cəzalarını almayana qədər belə də olacaq. Ağşəhərdəki bütün torpaq hamısı orada tikilən, necə tikilib o tikillər, onların hamısı aydınlaşdırılmalıdır. Bu qanuni səviyyə salınmalıdır. Onlara hüquqi don yedirməlidir ki, Ağşəhər kimi müqəddəs, gözəl bir tədbirə çirkab atmaq olmaz. Onu çirkabın içində üzdürmək olmaz. Xahiş edirəm, cənab prezident, bir də xahiş edirəm, bu barədə ciddi tədbir görün. Bu sadə bir məsələ deyil. Bu sənədləşmiş, ali məhkəmə səviyyəsində sənədləşdirilmiş, ortalığa qoymuş bir adını deyə bilmirəm. Bizim hal-hazırda işimiz hansı səviyyədədir, doktor? Hansı məhkəmə müstəvisindədir, hansı instansiyadadır? Mən sizə belə bir ifadəni işlətdim ki, İnzibati məhkəmənin kollegiya sədri qərardat çıxardır. Nədir? Bu qərardat başdan ayağa saxtadır. Və məqsədyönlüdür, məkirlidir və qanuna uyğun deyil. Əgər belə bir şey varsa, ümumiyyətlə Ağşəhərlə bağlı olan bütün məhkəmə işləri sifariş altındadır. Yəni bu sifariş nədən ibarətdir? Ora gələn məhkəmə işləri hamısı təhrif olunmuş şəkildə qəbul edilməsin. Məhkəmə qərarları hamısı demək olar ki, əsaslandırılmamışdır. Qanunun prinsiplərinə ziddir. Konstitusiyanın 127-ci maddəsinin tələbləri kəskin surətdə orada pozulmuşdur. Vətəndaşların mülkiyyət hüququ ümumiyyətlə pozulur məhkəmələrdə. Bu belədir. Yəni məhkəmələrdən bugünkü durumda olan məhkəmə sistemindən nəsə ədalət gözləmək mümkün deyil. Bu belədir. Cənab prezident, sizin nəzərinizə bir şey də çatdırım ki, ADEC Azərbaycan İnkişaf Şirkətinin icraçı direktoru Sadıxov Ruslan Tapdıqoğlu. Onun atası həkim olub, mən onu vacibi tanıyıram. Özləri də Laçındandır. Bu adama iş tapşırılıbsa, bu öz işini icra eləməli idi. İcra eləyibsə, əgər icra edibsə, mən qəbul edirəm icra edib. Əgər icra edibsə, 225 nömrəli sərəncama qarşı üsyan etməlidir. Niyə etmədi? Nə idi onun məqsədi? Cənab Sadıqov özü də bu işin içərisində öz şəxsi maraqları üçün fəaliyyət göstərən bir şəxsdir. O sizə hansı məlumatı çatdırırsa, onun içərisində öz şəxsi maraqları var. Xahiş edirəm onu da nəzərə alsınız. Buyurun doktor. Son olaraq. Ardına mənə gəlir ki, bu işin ardın sonra sizin icazənizlə davam edərik. Belə, dəyərli dostlar, biz Nağıyev Zahid Həsənoğlu ilə, illərin doktoru ilə başına gəlmiş bu Ağşəhər, başı bəlalı bu Ağşəhər məsələsini biz müzakirə edirik. Yəqin ki, qarşı günlərdə də bu məsələni biz müzakirə edəcək. Doktorun kifayət qədər əlində arqumentləri var, kifayət qədər əlində faktları var. Yəni, bu görünən sənədlərin mən deyərdim ki, 3%, 5% buradadır. Hələ tamam, doğru. Çoxlu məhkəmə qərarları, çoxlu müraciət sənədləri var.
Yayımımızı bəyənin, paylaşın, kanalımıza abunə olun. Sağ olun, sağlıqla qalın.